Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyai vəl mürsəlin nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in əmmə ba'd. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Hər biriniz Allahın salamı ilə salamlayıram. Allah həmd olsun. Yenə də Allah bizi bu gözəl məclisdə cəm edib. Vallahi, yəni Allah kimi bu məclislərə yönəldirsə, o böyük lütfün altındadır. Buna görə Rəbbinə çoxlu şükür etməlidir ki, Allah Subhanahu taala məhz onu belə yerlərə yönəldir. Həqiqətən elm məclislərinin insan üçün dəyəri bu dünyada misilsizdir. Yəni elm məclisləri elə bir yerlərdir ki, Allahın sevdiyi bir yerlərdir. Allah bu məclislər üçün xüsusi mələklər təyin edib və bu məclislərə gələn və buradan gedən heç vaxt ziyana uğramaz. Əksinə, buradan getdiyi zaman insan günahları bağışlamış halda qalxır və Allah onları öz yanında, o uca məqamda zikr edir. Onlar üçün heyvanlar belə dua edir və həmçinin də Allah onların cənnətə gedən yoluna sanlaşdırır. Ona görə də belə yerlərin dəyərini bilin, qardaşlar. Bu yerlərdən möhkəm yapışın. Yəni ki, Allaha da dua edin ki, bunların sayı çoxalsın və sabit olsun. Və bugün götürəcəyimiz yenə də mövzu Allahın ad və sifətləridir, ən şərəfli elmdir. Rəbbimizi tanımaq haqqında ən böyük elmdir. Və tövhidin növlərindən tövhidin qismlərindən biridir əsma və sifət. Və bu barədə artıq 23-cü dərsimizdir. Və bugün Allahın Əl-Hafiz və Əl-Hafiz, ikisi də Allahın adlarıdır. Yaxın mənalı adlardır. Əl-Hafiz və yaxud da Əl-Hafiz. Bu iki adı öyrənci qoruyan, hifz edən mənasını verir. Və biz bundan qabaq bildik ki, qayda götürdük ki, Allahın adları nədir? Təvqifidir, yəni dəlilə əsaslanır. İnsan öz ağlından, öz havasından Allahı adlandıra bilməz, onu vəsf verə bilməz. Necə ki, bu hamısı hardan götürülməlidir? Quran və sünnədən. Yəni, Qurandan və Peyğəmbər sallallahu aleyhi ve sellemin səhih sünnəsindən. Və Quran-ı Kərimdə Allah Azza və Cəllə bu adla özünü adlandırıb bir neçə yerdə. Məsələn, Hud surəsinin 57-ci ayəsində Allah Subhanahu taala buyurur ki, İnnə Rabbi alə kulli şeyin hafiz. Fikir verin, gəldi burada. Həqiqətən mənim Rəbbim hər şeyi qoruyandır. Və başqa bir ayda Allah Subhanahu taala Səba surəsi 21-ci ayədə buyurur ki: "Və rabbuka ala kulli şeyin hafiz." Həqiqətən və sənin Rəbbin hər şeyi qoruyandır. Və başqa ayədə Allah Subhanahu taala Şura surəsinin 6-cı ayəsində buyurur ki: "Vellezina ittahazu min dunihi awliya'a Allahu hafizun aleyhim və ma ente aleyhim biwakil." Allahdan başqalarını, yəni bütləri özlərinə dost tutanlar üzərində Allah nəzarətçidir. Sən onların üzərində vəkil deyilsən. Və burada Allahın Əl-Hafiz adı keçdi. İndi Allahın Hafiz adı isə Hafiz, deməli, Yusuf surəsinin 64-cü ayəsində gəlir. Allah Subhanahu buyurur ki, "Fəllahu xayrun hafiza və huve erhamur rahimin." Həqiqətən deyir, Allah deyir, ən yaxşı qoruyandır və o Ərhamur Rahimindir. Və başqa bir ayda Allah Subhanahu taala buyurur ki, Hicr surəsinin 9-cu ayəsində İnna nahnu nazzalna zikra və inna lehu lehafizun. Biz bu zikri nazil etdik və biz də onu qoruyacağıq. Burada zikir nədir? Quran-ı Kərim. Yəni bu Quran-ı Kərimin qarantisidir. Allah Qurana söz verib ki, biz bu Quranı nazil etdik və biz də onu qoruyacağıq. Və bu iki adın mənası, bu iki ad nəyə göstərir? Bu iki ad onu göstərir ki, həqiqətən Allah Subhanahu taalanın qorumaq vəsifi var. Qorumaq. Nə vəsifi var? Qorumaq sifəti var. Allah qorumaqla vəsflənib. Yaxşı, bu qorumaq neydə olur? Neydə başa düşürük ki, Allah nələri qoruyur? Birinci odur ki, Allah Subhanahu taala öz elmi ilə bütün bilinən hər bir şeyi qoruyur. Öz elmi ilə nəyi qoruyur? Bütün məlumatları qoruyur. Kainatda nə baş verirsə, hamısının bilir və xəbəri var. Və ondan heç bir şey gizlin qalmır. Onun əksi nədir? Elmi ilə hər şey qorumaq. Elmi ilə qoruyur insan. İnsanda amma qorumaqla bərabər nə baş verir? Hərdən, çox vaxt. Kim deyər? Unutqanlıq, bəli. Allahda isə unutqanlıq yoxdur. Rəbbimiz unutqanlıqdan uzaqdır.
Aydındır. İnsanda da elmi ilə neysə qoruyur insan bir məlumat. Amma hərdən görsən sonra nə olur? Unudur. Kimsə xatırlayır ona. Allah Subhanahu buna ehtiyacı yoxdur. Allah Subhanahu hafizdir, hafizdir. Hər şeyi yadda saxlayır, elmi ilə əhatə eləyir və onun unutqanlıq vəsfi yoxdur. Allah Subhanahu bundan uzaqdır. O kamil elminə görə, kamil hifzinə görə. Biz ki Allah Subhanahu buyurur ki: "Və mə kana rabbuka nasiya." Rəbbin ondan deyildir. Və başqa bir ayədə Allah Subhanahu buyurur ki: "Qala ilmuha inde rabbi fi kitab la yadillu rabbi və la yansa." Rəbbim nə xəta edir, nə də unudur. Və başqa ayədə Allah Subhanahu buyurur ki: "Əhsahullahu və nasuhu." Allah, yəni insanların onların əməllərini bir-bir sahib hesaba alıb, onlar isə, yəni insanlar isə etdiklərini unudurlar. Bu Allahın öz hifzi ilə, yəni bütün məlumatları qorumasıdır. Bura aydındır. Elhamdülillah. Və həmçində Allah Subhanahu taala qoruyur qulların əməllərini. Nədir əməlləri qoruması? Yəni Allah Subhanahu taala heç kəsin əməlini unutmur. Hər şey qeydə alınır. Kim yaxşılıq edirsə, hamısı qeydə alınır. Kim də pislik edirsə, hamısı qeydə alınır. Hər bir əməl Allah yanında yazılır və qeydə alınır. Aydındır. Və hamısı da qiyamət günü ona bir-bir göstəriləcək. Və hər bir, bütün insanlar, bütün sözləri Allah Subhanahu sayin bilir ki, hər bir insan nə qədər danışıb. Hamısı qeydə alınır. Və insanların niyyətlərini, qəlblərinə gizləndikləri hər bir şey bilir. Onunla heç bir gizlin sir, gizlin heç bir şey qalmır. Allah Subhanahu hər şeydən xəbərdardır. Və bunların hamısını harada yazıb? Levh-i Məhfuzda. Levh-i Məhfuz nədir? Kim deyər? Qorunmuş, qorunmuş lövhələr. Haradadır o? Bəli, onun mahiyyətini, keyfiyyətini heç kəs bilmir və o ən ətraflı bütün məlumatlar orada yazılıb. Hətta mələklərin belə oradan xəbəri yoxdur. Aydındır. Yəni orada yazılan qədər, orada yazılan məlumatlar dəyişilməzdir. Ətraflıdır. Aydındır. Və orada hamısı qeyd olunub. Allah Subhanahu buyurur ki: "Və kullu şeyin fa'aluhu fiz-zubur və kullu sagirin və kəbirin mustatar." Onların etdiyi hər bir əməl, yəni əməllərin o yazıldığı kitabdadır. Hər bir kiçik və hər bir böyük əməl lövh-i məhfuzda yazılmışdır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün Ayşə anamıza nə deyir? Deyir: "Ey Ayşə, kiçik günahlardan çəkin." Fikir ver. Neydən çəkin? Kiçik günahlardan çəkin. Çünki onların da Allah tərəfindən yazanı var. Biz hələ kiçik günah deyib keçirik. Amma yadda saxlamaq lazımdır ki, yəni Allahın rəhmətindəndir ki, günahları bölüb iki yerə. Nəyə bölüb? İki yerə bölüb. Kiçik günahlar, böyük günahlar. Əslində kiçik günah deyib keçməli deyilik. Biz bilməliyik ki, biz Rəbbimizə qarşı çıxırıq bunu ilə. Aydındır. Biz Rəbbimizə qarşı asi oluruq. O çıxdığımız, asi olduğumuz Allahın əzəmətini xatırlamalıyıq ki, nə olsun ki, kiçik idi. Gör, biz kimə qarşı çıxırıq. Və Allahın rəhmətindəndir ki, həmsinin kiçik günahlara tövbə qoymayıb çox vaxt. Kiçik günahlara nə qoyub? Əməllər qoyub. Kəffarələri o var onların. Görsən, nə qədər əməllər var ki, biz kiçik günah deyib keçik, unuduruq. Gündə bəlkə yüzlərlə, 50 dənə, 100 dənə günahlar eləyirik, biz xəbərimiz yoxdur. Sağla yemək lazımdır, yerik solla. Allah bunu buyurub bizə, başqa cürünə eləyirik. Hamısını keçirik, heç çox şey fikir vermirik. Onlar yazılır biz üçün. Onu yazır. Bizi qeyd edirlər onlar. Lakin Allah Subhanahu kəffarələr qoyub bizi üçün ki, o kiçik günahlar silinir onlarla. Məsələn, məscidə atdığın hər bir addım o kiçik günahları silir. Bu cümə digər cümə üçün kəffarədir, arasındakı günahlar kəffarədir. Ümrə həmçinin, həcc həmçinin. Gör nə qədər əməllər var ki, valideynə yaxşılıq eləmək, bütün yaxşı əməllər ümumiyyətlə kəffarədir. Allah sonra deyir ki, həqiqətən salih əməllər pis əməlləri silər. Düzdür, böyük günaha tövbə düşür, səhi budur ki, tövbə ilə silinir. Amma kiçik günahlar Allahın rəhmətindəndir ki, neyniyir? Onu neynə silir? Kəffarələrlə. Biz çox unuduruq onları. Vay bizim halımıza ki, qiyamət günü gətiriləcək o əməl dəftərləri açılacaq, qoyulacaq qabağımıza, baxacaq ki, günahlarımızı ayağımızın altından qoysaq, başımız göyə dəyir. Allah qorusun. Ona görə də Allah Rəsulü sallallahu əleyhi və səlləm nə deyir? Yəni o ümumiyyətlə sələflər nəyə bənzədir onu? Yəni deyir o xırda çöplərdir, görsən o boyda tonqal əmələ gəlir. Hərəsi bir çöp gətirib yığanda, kiçik günahlar da yığılanda, silinməyəndə
haralara aparır. Kiçik günahı da səhlənkarlıq edən insan gecə tezi sonra hara gedir? Böyük günahlara da düşür. Ona görə də insan bu şeylərdə ehtiyatlı olmalıdır. Və həmçinin də və dedik ki, Allah Subhanahu bizim əməllərimizi yazıb saxlayır və heç kəsin əməli unudulan deyil. Allah Subhanahu bilir ki, kim təqvalıdır, kim də asidir. Hamısı qeydə alınıb, yazılır və heç bir şey, xırda belə şey belə mükafatı veriləcək sənə. Və həmçinin də Allah Subhanahu taalanın mələkləri var. Kiramən kətibin adlandırıb Allah Subhanahu taala onları İnfitar surəsində. Kiramən kətibin nədir? Hörmətli yazanlar, katiblər. Kiram, yəni kərim sözü də, o hörmətli, Allah yanında hörmət sahibi olan o mələklər. Onlar qeyd edirlər, subhanallah, onlar da şahidlərimizdir bizim. Bizim qiyamət gününə qədər şahidlərimiz var. Yəni, insan danılacaq, deyəcək, mən belə olmamışam, şahidlər olacaq. Onlardan biri də mələklərdir, həmin bu mələklər. Açıb qoyacaqlar insan qabağına. Bir ayda nə gəlir? Deyəcək, oxu öz kitabı, özün özü haqq hesab eləməyə, sənə yetər, oxu. Biz heç nə demirik ki, oxu. Bütün həyatın yazılıb orada. Oxu, görsən kim olmuşsan. Və Allah Subhanahu buyurur ki, İn kullu nəfsin ləmmə aleyhə hafiz. Elə bir Allah Subhanahu buyurur ki, hər bir, yəni nəfsin üzərində, yəni hafiz, yəni onu qeyd eləyən, onu yazan, yəni ki, şey var. Yəni elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi mələk olmasın. Və başqa ayda Allah Subhanahu ki, və innə aleykum ləhafizin. Həqiqətən deyir, sizin üzərində hafizlər var. Fikir ver, hafizlər nədir? Qoruyanlar, yazanlar. Kiramən kətibin, yəni hörmətli yazanlar. Ya'ləmunə mə təf'alun. Sizin etdiyiniz hər bir şeyi bilirlər. Qardaşlar, bunlar yəni insana, bunlar elə belə oxumaq lazım deyil bu ayələri. Bunlar insana neyi qazandırır? Bax, təsəvvürlə ki, sən bir məclisdəsən, o məclisdə bir ağsaqqal var və yaxud da bir hörmət etdiyin şəxslər var da, insan istər-istəməz neyinir orada özün? Yığışdırır, davranışlarına fikir verir, düz deyil. Yəni, hər yerdə olduğu kimi olmur. İndi görün, bizim gizlimizdə bizlə kimlər var? Biz utanmadan nələr eləyirik? Bizi mələklər görür, bizi Allah görür. Biz nələr eləyirik o gizlinlərimizdə? Onu insan o şeyləri tez-tez xatırlamalıdır ki, mən etdiyim zaman Allah Subhanahu taala mənə görür. Bax, hal-hazırda Allah mənə görür. Necə ki, o məşhur biz keçmişdik də bir dəfə bir oğlan bir qadınla zina eləmək istəyir səhrada və deyir ki, bütün hər şey, heç kəs görmür bizi, bütün qapılar bağlıdır. Yoxsa otaqda olursa, qadın deyir ki, xeyr, bir qapı açıqdır. Nə qapıdır o? Deyir ki, aləmlərin Rəbbinin qapısı, o bizi görür. O, onu təsiri tövbə edir oğlan. Və o qiyamət günü, o şeydə adı nədir? Zureycin hadisəsində və bir çox hadisələri misal çəkmək olar ki, yəni təqva insana hansı sifətləri qazandırır? İnsan təqvalı olanda, təqva nədir? Əsas insanın, nə var ki, üzdə təqvalı olmağına ki, insan hamımız zaten üzdə elə görsənirik ki, yaxşıyıq. Allah qorusun, gizliyimiz yaxşı olmasın. Ona görə insan görə gizliyini qorumalıdır, diqqət eləməlidir gizliyinə. Allah yazır, Allah qeyd edir, orada mələklər var, səni görürlər. Və həmçinin də Hafiz adının mənalarından, yəni dedik ki, Allah Subhanahu taala onun elmi hər şeyi əhatə edir, bütün qulların hallarını, zahirlərini, batinlərini, gizlinlərini, aşkarlarını və onların hamısını lövh-i məhfuzda yazıb, qeyd edib və həmçinin mələklərin əlində olan səhifələrdə. Və Allah bilir, yəni insanların əməllərinin miqdarını, kimin əməli kamildir, kimin əməli naqisdir və hər bir insana əməlinin o miqdarınca mükafat verəcək. Öz fəziləti ilə və ədaləti ilə. Kim deyər? Fəziləti ilə, ədaləti ilə nə deməkdir? Fəziləti ilə kimə verəcək, ədaləti ilə kimə verəcək? Ədaləti ilə kafirlərə, zalimlara, fəziləti ilə kimə? Möminlərə. Yəni, heç kəs əməli ilə cənnət haqq eləmir. Allahın lütfüdür. O quluna lütf eləyir ki, ona cənnət verir. Aydındır. Ona görə o fəziləti olmasa, lütfü olmasa, yəni ki, insan həlak olar. Və həmçinin də, qardaşlar, bu Allahın insanların əməllərini qoruması baxımından adının mənası idi. Və həmçinin də Allah Subhanahu taala məxluqatını səmadan, yerdən qoruyur, hər yerdə onu qoruyur. Yəni, onlar mövcud olduqları müddətcə, yəni kainat yox olmur, köhnəlmir heç bir şey. Allahın yaratdığı günəşdir, aydır, köhnəlmir, görürük həmişə.
eyni formadadır, qalır və eyni xidmətlərini edir bizə. Bizə adi gəlir sadəcə. Biz o qədər görmüşük, olar ki, öyrəşmişik. Halbuki onlar köhnəlməlidir, yox olmalıdır, xarab olmalıdır. Biz görsən özümüz necə düzəldirik, dəyişirik. Bir lamskanı nə qədər işlədirik ki? Amma dünya durduğu o günəş işləyir, ay işləyir və vallahi o bir gün olmasa gör kainat nələr baş verər kainatda. Və hətta bir ay olmasa, var internetdə alimlər hesablayıblar ki, dünyada günəş olmasa bir neçə ay nələr baş verər. Baxın, yazın YouTube'da var onlar hamısı. Ay olmasa nələr baş verir. Bizə adi gəlir olar. Və həmçinin də yəni yerin sabit qalması, yırğalanmaması. Əslində biz məsələn baxırıq hərdən bu zəlzələlərdir, bu dənizdə baş verən o fəlakətlərdir. İnsana ibrət olmalıdırlar. Görsən adi sudur, giririk, çimirik, çıxırıq. Və yaxud da yerdir, gəzirik üstündə. Amma görsən hərdən necə baş verir o yer. O sakit bildiyimiz yer nələrə qadirdir, nələr edir. Və yaxud da sakit bildiyimiz dəniz nələr edir. Hamısı Allahın istəyi ilə sakit qalıb olar. Və həmçinin də bunlar heç bir Allaha ağır gəlmir, onları saxlamaq. Aciz deyil bunlarda. Allah Subhanahu taala buyurur ki: "Və la yaudu hifzuhuma." Onları qorumaq, yəni göyü və yeri və göyləri qorumaq ona ağır gəlməz. Və həmçinin Allah Subhanahu taala səmanı qoruyur. Nə üçün qoruyur? Yerə düşməsin. Fikir verin. Yerə düşməsin. Baxın, bax səmada nə qədər cisimlər var. Hərdən görsən ki, bəziləri düşür yerə. Müəyyən kometlər, zat düşür yerə. Niyə bu buralar düşmür ki? O da düşsün də, ondan da ağırdır axı. Niyə düşmür ki? İnsanlar müxtəlif elmi nəzəriyyələr qoyurlar ki, nə bilim, o nə saxlayır, o nə saxlayır. Hamısı boş-boş şeylərdir. Hamısı boş-boş şeylərdir. Düz deyil? Niyə düşmür ki yerə? Düşsün də. Və həmçində Allah Subhanahu deyir ki: "Yumsikus səma an taqa alal-ardı illə bi izni." Göyü də onun izni olmadan yerə düşməsin deyə o tutub saxlayıb. Və başqa ayədə Allah ki: "Və ca'alna səma saqfan mahfuza." Deyir biz göyü deyir, saqf nədir? Yəni bir tavan etdi, qorunmuş tavan. Və hum an ayatina mu'ridun. Onlar isə oradakı dəlillərimizdən üst çevirdilər. Fikir ver, bax tavan, bir şeyin evin tavanını qoymaq üçün nə lazımdır ona? Altını dayaqsız o dayanar göydə. Hə, dayaqlar qoymasın o tavanın üzərində dayanar orada. Və subhanallah heç bir dayaq olmadan bizim üzərimizi örtüb olar. İnsan vallahi yəni baxıb ibrət almadan nə gəldi danışır insan. Yəni o buludda olan ağır su, çəki ilə gələn o su, halbuki o suyu nə saxlayır orada? O gəlib tökülmür bizim üstümüzə. Lazım olan miqdarca tökülür, çıxır gedir. Halbuki tökülsə yox olarıq. O su. Yəni o su, külək onu necə itəlir, o buludu aparır, çıxardır gedir başqa yerə lazım olanda su. Yəni bunlar hamısı nə üçündür? Bunlar hamısı ibrətlərdir. Allahın kövnə ayələrdir bunlar ki, biz onunla Rəbbimizin əzəmətini tanıyırıq. Amma halbuki insanların çoxsu bu şeylərdə qafildirlər. Və həmçinin Allah Subhanahu taalanın qoruması nədir? Allah Subhanahu taala öz kitabını qoruyur. Öz dinini qoruyur. Bu din qiyamətə qədər qalacaq. Heç kəs bu dinə zərər verə bilməz. Allah Subhanahu deyir ki: "İnna nahnu nazzalna zikra və inna lahu lahafizun." Biz bu zikri yəni endirdik və biz də onu qoruyacağıq. Vallahi tarix boyu nə qədər Quranı məhv eləmək istəyiblər. Nə qədər Qurana çalışıblar ki, dəyişiklik eləsinlər. Allah Subhanahu taalanın hikmətindəndir ki, Quran sinələrdə qorunur. Bugün hafizlər var ki, gedin onun yanında bir dənə Qurandan səhv oxu, o saat düzəltəcəksən ki, sən səhv oxuyursan. Bu belə deyil. Allah onu insanların sinələrində qoruyur, o kitabı və heç kəs də onu dəyişə bilməz. Heç kəs. Hətta baxın, o İbn Teymiyədə misal çəkirlər ki, hətta vaxt olub, xəlifə deyib ki, kim İbn Teymiyənin kitabı var evində onu tutacaq, onu öldürəcəyik. Bu belə şeylər olub. Allah Subhanahu o alimin kitablarını qoruyub, bu vaxta kimi gəlib çıxıb. Halbuki insan türmələrdə yaşayıb. Və sələflərin başqa kitabları sünnə yayılıb həmişə. Ona görə də Allah Subhanahu Peyğəmbər nə deyir? Sənə nazil olunanı sən çatdır, biz səni qoruyacağıq. Qoruyan Allah Subhanahu və bu din qorunacaq. Bəzən insanlara elə gəlir ki, kimsə olmasa bu dində, bu din batıb gedər. Subhanallah deyil. Biz yazığıq ki, bu dində olmalıyıq ki, biz də qorunaq bu dindən. Çünki bu din qorunur. Aydındır. Ona görə deyirlər ki, kim Quranı hifsində saxlayırsa, yaddaşında saxlayırsa, Quran əzbərləyirsə, onu qocalığındadır, ağlı getmir. Quran onu ağlını qoruyur, deyir. Uşaq kimi ola bilmir o. Qocaların çoxsuna baxın necə olur, ağıllı itir. Yeganə hafizlərdir ki, Quran əzbərləyənlərdir ki, onların ağlı getmir. Sabit qalır həmişə ağılları. Çünki Quran qorunduğuna görə Allah onu da qoruyur. Ona görə insan gəlib Quran çox əzbərləsin.
Çünki Quran əzbərləyən insanı Allah qoruyur. Onun kitabı var onun qəlbində. Ona görə insan gərək Qurana böyük ehtimad göstərsin. Və həmçinin də Allahın qoruması iki cür olur. Yadda saxlayın, iki cür. Bir ümumi qoruma. Bu qoruma nəyə daxildir? Hifsi nəyə daxildir? İnsanları yeməklə, içməklə, hava ilə qoruyur. Bunlar olmasa insan nə olar? Məhv olar. Düz deyil? İnsana su olmasa, yemək olmasa, hava olmasa insan ölər. Və həmçinin onları yönəldir, onlara xeyir verən şeylərə. Yəni, nə qədər ki, qədərlərinə yazıb, zəruri, ehtiyacları olan şeylərə, onları ümumi yönəldir ki, bax, bu, məsələn, səbəblər göndərir ki, insan gəlib işləsin, səbəblər qoyur olsun, insan gəlib işləyir, yəni yaşaya bilir, dolana bilir. Aydındır? Bu şeylərin hamısını Allah Subhanahu taala yönəldir insanı. Allah deyir ki: "Əlləzi a'ta kulli şeyin xalqahu thumma hada." Rəbbiniz hər şeyə öz xilqətini verib, sonra da ona doğru yol göstərən Allahdır. Və həmçinin də Allah Subhanahu taala öz qoruması ilə qoruyur bütün məxluqatı. Nə ilə? Onlara zərər verən şeylərdən onları uzaqlaşdırmaqla. Onlara zərər verən şeylərdən onları uzaqlaşdırmaqla. Və Allah Subhanahu onları bütün şərlərdən qoruyur. Hətta bax, bizdə mələklər vardı. Allah Subhanahu təyin edib bu mələkləri. Bir də görürsən ki, uşaq yıxılır və yaxud da kimsə yıxılır, Subhanallah deyirsən ki, bu niyə ölmədi? Bu ölməli idi axı səbəb kimi. Amma sağ qaldı insan. Və yaxud da insan yolu keçir, birdən ayrıldır kimsə onu. Sanki kimsə dəydi ona. Bunlar hamısı mələklərdir. Allah Subhanahu taala necə Quran deyir ki: "Ləhu muaqibatun min beyni yadayhi və min xalfihi yahfazuna min emrillah." Onu, yəni insanı həm önündən, həm də arxasından təqib edən mələklər vardır. Onlar Allahın əmri ilə onu qoruyurlar. Fikir ver. Lakin Allah Subhanahu taala insana bir şey toxundurduğu zaman o mələklər çəkinirlər, o baş verəcəksə o çəkinirlər və ona dəyir artıq o insana. Aydın yoxsa onu 24 saat qoruyurlar. Subhan, hətta bu kimə aiddir, qardaşlar? Kafirə belə. Allahın lütfüne baxın. İnsan gecə gündüz Allahın inkar edir, Allah Subhanahu qoruyur. Bu ümumi qorumaqdır. Bir də var ki, bu ümumi qorumaqla bərabər həm xas qorumaq var Allahın. O kimdir? Onlar iman əhlidir, möminlərdir. Allah Subhanahu onlara iman verməklə, onları şübhələrdən qorumaqla, azdırıcı fitnələrdən qorumaqla, onları bu hifsi ilə qoruyur. Və həmçinin Allah Subhanahu onları, yəni insanlardan və cinlərdən olan düşmənlərindən qoruyur bu imanla. Ona görə insan gərək çalışmalıdır ki, Allahın xas dostu olsun. Xas iman əhli olsun. Allah Subhanahu taala Quran-Kərimdə neçə yerdə deyir ki, mən kiminləyəm? Allah Subhanahu taala müttəqilərlə bərabərdir, səbr edənlərlə bərabərdir. Bu şeylərə diqqət etmək lazımdır. Məiyyə olmalıdır insanda. Allahın məiyyəsi, yəni Allah səninlə isə kifayətdir ki, Allah səni qoruyacaq. Deyir ki, Allah deyir ki, "İnnallaha yudafi'u anillezine amanu." Allah Subhanahu taala yəni ona iman gətirənləri qoruyur. Bu qorumaq da nə iləndir? İnsanın imanının miqdarınca. İnsanın imanı nə qədər çox olarsa, Allahın qoruması da onu daha çox olar. Ona görə də baxırsan ki, fitnələr zamanı hər insan fitnələrdə qorunmur. Hər insan fitnələrdə sabit qala bilmir. Bu da nə üçündür? İnsan çünki həqiqi iman əhli deyil, həqiqi iman sahibi deyil, o fitnələrə baş vurur və o fitnələrdə azır. Allah qorusun. Ona görə də insan həqiqi iman əhlidirsə, həqiqi mömindirsə, öz işlərlə məşğul olmalıdır. Dərdi səri nə olmalıdır? Mən Rəbbimin qabağını necə verəcəm? Allahın qabağında dayanıb necə verəcəm mən? Nə qədər mənim günahım var, ya Rəbbi? Mən qiyamət günü Əbu Bakırla, Ömərlə yanbayan dayanacam. Mən onlarla yanbayan dayanacam. Onlar da cənnət istəyəcək, mən də cənnət istəyəcəm. Gör, bizim nə qədər əməllər, günahlarımız var. Ona görə də İbn Abbasa Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün öz nəsihətində nə deyir? "İhfazallah, Allahı qoru, yahfazka." Allah da səni qorusun. Yəni Allahı nə qorumağa ehtiyac var ki? Niyə Peyğəmbər deyir ki, Allahı qoru? Allah qorumağına ehtiyac var. Yəni Allahı qorumaqda burada nə məna var? Yəni Allahın əmrlərini qoru, qadağalarını qoru. Kim Allahın əmrlərini qoruyarsa, onun qadağalarını qoruyarsa, onun qadağalarına getmərsə, vallahi Allah qoruması altında olacaq. Allahın yardımı altında olacaq. Allah onu qoruyacaq. Tarix boyu belə qissələr nə qədər istəyirsiniz danışmaq olar ki, Allah Subhanahu insanlar olub ki, onları qoruyub, onları şərlərdən qoruyub. Onlar necə ki, Allahı yaxşı günlərində qoruyublar, Allah da çətinə düşəndə onları qoruyub. Yəni, bu da hamısı nədir? İnsanın təqvasının gücüdür ki, insan nə qədər Allahdan qorxarsa, Allah Subhanahu taala yəni ki, onu sevər, onu qoruyar. İnnəmə yaxşallaha min ibadihi uləmə. Allahdan da ən çox, Allah daha çox tanıyanlar qorxur. Yəni, insan elmini artırmalıdır ki, Allahdan təqvası da çoxalsın
şeylə çoxalsın, qorxusu da çoxalsın. Və həmçinin də Allah Subhanahu taala onun hüquqlarını, hədlərini qoruyanları Qurani Kərimdə tərifləyir. Bax bu ayələr bizi nəyə göstərir? Biz özümüzü buna yoxlamalıyıq. Baxaq görək biz bunlardanıq. Bax bunlar üçün gəlib tərif. Yəni mən oxuyuram da məsələn Quranı oxuyuram. Baxıram ki, mən bundan deyiləm axı. Deməli bunun əksi nədir? Mən məzəmmət olunuram Allah yanında. Mən sevilmirəm Allah yanında. Oxumalısan. Məsələn Allah sonra deyir ki: "Vəl-hafizuna li-hududillah və bəşşiril mu'minin." Yəni Allah Subhanahu taala buyurur ki, Allahın hüdudlarını qoruyan kimsələrdir. Yəni o kəslər möminlər. Belə möminləri müjdələ. Məsələn Allah deyir ki, Allah hüdudlarından: "Həzə ma tu'aduna likulli awwabin hafiz, men xəşiyər-rahmana bil-ğaybi və caa biqalbin munib." Budur deyir sizə vəd edilən cənnət. Cənnət. Və sonra deyir ki, o hər bir tövbə edib Allaha üz tutan, onun əmrinə riayət edən və Rəhmandan onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Fikir ver, yəni qalbin munib nədir? Daima o qəlb Allaha yönəlir, Allaha tanıyır, Allaha tərəf gedir o qəlb. O cənnət həmin insanlar üçündür. Və həmçinin də bura ən əsas daxildir insanın tövhidini qoruması, insanın şirkdən uzaq olması, xüsusən də gizli şirkdən, riyadır, sumiədir, özünü tərifləməkdir və yaxud da ki, insanların gözündə özünü böyük göstərməkdir. Bunlar şirkin növləridir. Bunları qorumaq lazımdır. Bunlar çox təhlükəli günahlardır. Əməlləri batil edən günahlardır. İnsan riyadır, sumiədir. Bu şeylərdən insan özünü qorumalıdır. Yəni, sələflər elə qorxublar bu şeylərdən ki, yəni dəhşətli dərəcədə özlərini qoruyublar. Dəhşətli dərəcədə. Yəni, İmam Əhməd deyir, cüməyə gedirdi. Oğlu deyir ki, qoymaz ki, heç kəs onun gəlib yanında dayansın, onunla getsin. Ya bu İmam Əhməddir, biraz gedim yanında bəlkə sual. Hətta kimsə gəlib onun yanında dayananda, o da dayanardı, getməzdi. Yəni, çıx get. Çıxıb gedərsə, o tək gedərdi. Qorxardılar onlar. Qorxardılar. Deyir, biri girir sələflərdən dükana, mal almağa girir də, dükançı tanıyır onu. Deyir ki, biraz ucuz verəcəm sənə. Deyir, subhanallah, mən buraya gəlmişəm pulla mal almağa, dinimlə mal almağa gəlməmişəm bura. Nə olsun ki, sən mənə tanıyırsan? Fikir ver, deyir, mən dinimə görə malı almıram burada, mən puluma görə mal alıram burada, mənə görə malı salma aşağı. Yəni, görürsən, onlar necə qorxublar. Yəni ki, kimsə tərifləsin onları, kimsə... Onlar deyiblər ki, qiyamət günü olacaq, o Allah mənə tərifləyir, onda deyəcəm ki, mən yaxşı idim. Nə olur ki, 100%, hətta İmam Əhmədə gəliblər ki, sənə gördük ki, sən cənnətdəsən. Deyir ki, keçən evdə biri vardı, onu da görmüşlər, bəlkə indi xavaricdir. Yəni, fikir ver, yəni qorxublar onlar. Yəni, onlar hələ şeytanın o hilələrindən qorxublar ki, tərifdən, zatdan. Onlar deyiblər, bizi Allah daha yaxşı tanıyır. Allah bilir ki, biz kimik. O qiyamət günü kimin kim olduğunu deyəcək. Onda biləcəksiniz ki, kim kimdir. Ona görə də təhlükəli məsələdir, yəni bu şeylər. O insan gəl tövhidini qorusun. Ona görə Allah Subhanahu həmçinin insanın ən çox qoruması məsələ namazıdır. Biz namazlarımızı bəzən görürsən qardaşlar ona buna tuturlar ki, filan kəs namaz qılmır, onun hökmü nədir? Özünü bir namaz qoruyursan sən. Allah Quran-Kərimdə dəfələrdir ki, namazlarınızı qoruyun. Bəs bu namaz qorumaq nədir? Hə, namazı necə qoruyasan? Onu vaxtında qılasan, xuşu ilə qılasan, rukunlarına, fərzlərinə, şərtlərinə hamısını düzgün şəkildə riayət eləyəsən, dəstəmaz alanda artıq namaza getdiyi hiss eləyəsən. Bunlar namazı qorumaq. Bunlara görə bizdə var. Allah Subhanahu deyir ki, "Hafizu alas-salavati was-salatil-wusta." Namazlarınızı qoruyun, xüsusən də orta namazı. "Və qumu lillahi qanitin." Və Allah üçün namaza itayətlə, o muti olaraq, qorxaraq qalxın. Fikir ver, belə qalxmaq lazımdır. Ona görə Quran-Kərimdə heç vaxt gəlmir ki, namaz qılın. Deyib, iqamə edin namazı. Qad qamətis-salah. İqamə nədir? Namazı qorumaqla namazı qılmaq. Bax, o namaz fayda verəcək insana. Yoxsa ki, Allah qorusun, namaz qılanlar üçün vay gəlib. Fəvailul lil musallin. O namaz qılanlar ki, onlar namazlarında qafildirlər. Öz alimlər gətirirlər ki, baxın, Fəvailul lil musallin ayəsinə baxın, əvvəli sələqi ilə başlayır, axırı sələqi ilə başlayır, qutarır. Yəni, o kəslər ki, mallarını xərcləmirlər, yetimi qovurlar, axırda ki, və yəmnəun əl-məun. Yəni, məundan mane olurlar. Yəni, məun insanların ehtiyacı ödədiyi şeyləri insanlara mane olurlar. Allah onlar üçün vay deyib. Təhlükəli məsələdir. Və sonra nə etmək lazımdır? İnsan gözünü, qulağını, bu dövrdə xüsusən gözünü, qulağını, qəlbini qorumalıdır. Allah sonra ki, "İnnəs-səm'a vəl-bəsara vəl-fuada kullu ulaika kana anhu məs'ula."
insanın qulağı da, gözü də, qəlbi də, onlar hər biri sahibi haqqında soruşulacaq. Subhanallah, soruşulacağıq biz. Nəyə baxırdın? Nəyə qulaq asırdın? Nə saxlayırdın buronda? Qardaşlarının kinini, nifrətini, həsəd edirdin kiməsə. Bunlar hamısı açılacaq qiyamət günü. Yevmə tubulə sərair, o gün bütün sirlər açılacaq. İnsan gərək bunlar haqqında fikirləşsin, mən bunları təmizləməliyəm. Və şeytan da hərisdir. Hər dəfə sənə çalışır ki, bu şeylərdə salsın. Və həmçinin insan ayıb yerlərini qorumalıdır. Allah sonra ki, وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ. O kəslər ki, yəni o ayıb yerlərini qoruyarlar, tərfir onları. İllə alə əzvacihim əv mə mələkət əymənuhum fə innəhum qayru məlumin. Öz zövcələri və sahib olduğu cariyələr istisna olmaqla onlara görə onlar qınanmazlar. Fəmən ibtağa vara əzəlikə fə uləkə humul adun. Və kim bundan artığına can atarsa, zövcəsindən və yaxud da cariyəsindən əlavə şey istəyərsə, onlar artıq hədd aşmışlar. Ona görə alimlər bu ayələrdən fayda çıxardılar ki, istimnə haramdır. İstimnə qəti şəkildə haramdır. Yəni, əllə boşalmaq qəti şəkildə haramdır. Niyə görə? Çünki Allah Subhanahu burada iki şeyə görə qınanmamağa icazə verir. Zövcələr və bir də cariyələr. Qalan şeylə şəhvəti öldürmək, başqa şeylə şəhvəti öldürmək, o furuzdakı şəhvəti öldürmək, o artıq qadağan olunmuş şeydə haramdır. Ona görə də insan ehtiyatlı olmalı bu məsələdə. Ona görə hətta başqa bir hədisdə cavan gəlir Peyğəmbər yanına deyir ki, mən zina etmək istəyirəm. Allah Rəsuluna iki yol göstərir. Ya evlən, ya da nə ilə? Oruç tut. Demədi ki, get şəhvətlə özü boşalt və yaxud da şəhvəti onunla öldür. O yol olsaydı Allah sonra bildirərdi ona. Ona görə insan gərək bu şeylərdə diqqətli olmalıdır. Hətta bəzən görürsən, bəzi qardaşlar ona deyir ki, icazəlidir, bu haram şeydir. Yəni, ona heç kəs icazəli deməyib. Və ona görə də insan, bax, Allahın bu qoruma adıdır, Əl-Həfiz, həfiz adıdır və bu sonda bir dua var. Bu duanı hər biriniz edirsiniz, yəqin ki, ümid edirəm. Müsəlman qalasında var bu dua, səhər-axşam zikirlərində. Bu duanı çox eləyin, qardaşlar. Bu duanı yaddan çıxarmayın. Allah Peyğəmbər nə buyurur? Deyir ki, səhər-axşam zikirlərində buyurur. Allah sonra deyir ki, Peyğəmbər buyurur ki, insan deyir ki, Allahümmə inni əsəlükəl əfiyyətə fid-dunya vəl-əxirə. Allah dünyada və axirətdə səndən nə istəyirəm? Afiyyət. Afiyyət nədir? Yəni, salamatlıq istəyirəm. Afiyyət, yəni salamat olmağı istəyirəm. Allahümmə inni əsəlükəl əffə vəl-əfiyyətə fi dini və dünyaya və əhli və məli. Allahım, həmçinin dünyam üçün, dinim üçün, dünyam üçün, ailəm üçün və malım üçün səndən bağışlanma, əff olunma və həmçinin salamatçılıq istəyirəm. Sonra deyirsin ki, Allahümmə stur əvrati və əmin rəvəti. Allahım, mənim yəni o günahlarımı, o eyblərimi ört və mənim qorxularımdan, qəlbimdəki o qorxulardan, həyəcanlardan məni əmin et, rahatlaşdır. Allahümmə ihfazni min beyni yədəyyə və min xalifə və an yamini və an şimali və an fəvqi. Və həmçinin Allahım deyirsən ki, məni ihfazni, fikir ver, o adından Allahdan istəyirsən. Məni qoru, haramdan, önümdən, arxamdan, sağımdan, solumdan və başımın üzərindən və əuzu bi azəmətikə ən uxtalə min təhti, və həmçinin ayağımın altının qazılmasından da, ayağımın altının hiləsindən də, yəni hilə qurulmaqdan da sənə sığınıram. Allahdan istəyirəm ki, Allah Subhanahu bizi qorusun və dinimizi və dünyamızı qorusun və bizi ona itaət etdiyimiz halda canımızı alsın. Düzün Allah bilir və sallallahu əl-nəbiyyə Muhammedin və alə alihi sahbə ecmain.